Məni izləyən hər kəsə Allahın salamı olsun. Göyərtini aylarla soyuducuda və yaxud da balkonda necə saxlayıramsa onu paylaşmaq istədim. Bu üsul hər kəsə yararlı bir üsuldur. Qızlar, göyərtini tərtəmiz yuyuram. Aşüzəndən suyu süzüləndən sonra tərtəmiz dəsmalın arasında quru quruduram. Yəni nəm olmamalıdır. Qətiyyən göyərtinin üzərində 1 qram nəmlilik qalmamalıdır. Və dəsmalın arasında tərtəmiz nəmini də çəkdikdən sonra bankalarımı yuyuram, qəşəng kiloluq bankalarımı. Yəni siz bunu böyük balonlarda da eləyə bilərsiniz. Mənə indi bu belə yararlıdır, bu cür edirəm. Kiloluq bankaların içərisinə yerləşdirirəm salfetka. Bu göyərtinin tərkibində olan qalan nəmi də çəkəcək özünə. Və daha sonra tərtəmiz qurumuş göyərtiləri ayrı-ayrılıqda yığıram bankalara. Bir dənə vəzərimi belə saxlamaq olmur. Gördünüz, reyhanı yığdım. Keşnişi ayrı, şüyüdü ayrı, nanəni ayrı. Yəni 1 ay, 2 aydan sonra da necə var göyərtini o şəkildə də istifadə edəcəksiniz. Və salam, bankaların ağzını bağlayıram. İstəyirsiniz soyuducuda qoyun qalsın, istəyirsiniz balkonda, səhərində. Yəni onu bilin ki, bu şəkildə rahat hər zaman əlinizin altında yaşıl göyərti yəni olacaq. Salatlarda falan istifadə edə biləcəksiniz. Yəni dondurucuda qalan göyərtidən qat-qat vitamini üzərində xarab olmadan rahat istifadə edə biləcəksiniz. Bu qədər. Bəyəndinizsə like edib yorumlarınızı gözləyirəm. Siz də bu şəkildə saxlayıb yararlana bilərsiniz. Bu qədər. Sağ olun, salamatla qalın.